Salam hər kəsə. Bugün çox vacib bir mövzu ilə qarşınızdayım. 15 Mart buraxılış qəbul imtahanı suallarının izahına baxacağıq. Yəqin ki, sualları görmüsünüz, hətta cavablarını da bilirsiniz. Amma bu videoda biz bir addımda irəli gedəcəyik. Niyə məhz o cavab doğrudur, onu birlikdə analiz edəcəyik. Unutmayın, imtahanda uğur yalnız cavabı bilmək yox, düzgün düşünməyi də bacarmaqdır. Əgər belə izahlı videoların davamını istəyirsinizsə, kanala abunə olub videonu bəyənməyi unutmayın. Hazırsınızsa keçək suallara. Biz D variantından olan sualların izahına baxacağıq. Baxaq 31-ci suala. Hansı nümunədə altından xətt çəkilmiş söz həm xitab, həm də mübtəda kimi düşünülə bilər? Baxın, həm xitab, həm də mübtəda kimi və altından xətt çəkilmiş sözlər. Bu tip suallarda biz intonasiyada baxacağıq, eyni zamanda durğu işarəsinə də baxacağıq. Yəni diqqət yetirmək lazımdır bu tip suallara. A variantında deyir, Aqil, Səfər və Kərim səni axtarırdılar. Burada biz bunları həmcins mübtədalar kimi düşünə bilərik. Aqil, Səfər, Kərim. Bu qaydada mübtəda götürəcəyik. Xitabda necə idi durğu işarəsi? Vergüldən ayrılır və müraciət olunanı bildirirdi. Aqilə müraciət eləsək, Aqil, Səfər və Kərim səni axtarırdılar. Bu halında da biz bunu xitab kimi götürə bilərik. Elə doğru cavabımız A olmuş olacaq. Digərlərinə də baxaq. Əvvəlcədən deyim ki, Sabir hələ də tapşırıqları düzgün yerinə yetirməmişdi. Burada mübtəda kimidir, xitab kimi düşünə bilmərik, vergül yoxdur. C variantında Qədir, xahiş edirəm ki, mənim fikirlərimə hörmətlə yanaşasan. Burada isə qədri xitab kimi düşünə bilirik, mübtəda olmayacaq. Dostum Qabil səhərdən evdən çıxıb, amma geri qayıtmayıb. Dostum, yəni Qabil. Biz bunu Qabili burada əlavə kimi düşünə bilərik. Ona görə xitab mübtəda olmayacaq. Y variantında bilirmi ki, Kamil ağıllı oğlandır. Kamilin baxın ç'si kiçik hərflə yazılıb. Ona görə biz bunu şəxs kimi düşünə bilmərik. Təyin olmuş olacaq burada. Yəni Kamil oğlan mənasında. Ona görə Y də olmur. Doğru cavabımız A variantı. 32-ci suala baxaq. Cümlələrdən birinin xəbəri məsdər tərkibi ilə ifadə olunubdur. Demək ki, biz maq, mək, yəni məsdərdə bu şəkilçidir. Buna baxmalıyıq. A variantında deyir, gəlişimizin məqsədi başına ağıl qoymaqdır. Baxın, burada sizi çaşdıra bilər çox rahatlıqla. Qoymaq, maq, mək var, hə. Görüb götürürsənsə məsdər tərkibi, yanlış edirsən. Çünki başına ağıl qoymaq frazeoloji birləşmədir. Nə demişdik? Frazeoloji birləşmə tərkib yaratmır. Hə, əvvəlində hər hansı bir şəxs versəydi və yaxud əvəzlik, məsələn, gəlişimizin məqsədi onun başına ağıl qoymaqdır və yaxud əlinin başına ağıl qoymaq. Fərqi yoxdur, şəxs də versə, əvəzlik də versə. Bu halında biz bunu tərkib götürə bilərik. Amma hal-hazırki vəziyyətində bu tərkib yox, sadə üzv olmuş olacaq. Ona görə A yanlışdır. B variantında yayın qızmar günlərində şəhərdə qalmaq heç kəsin ürəyincə deyildi. Heç kəsin ürəyincə deyildi. Bax, xəbərim budur, ancaq maqmək yoxdur. Sənə deyir, xəbər məsdər tərkibi ilə olsun. C variantında məbədə gəlməkdə niyyətləri dua etmək idi. Dua etmək, ol, et, bil, bunlar nə idi? Mürəkkəb feil idi. Ona görə C də tərkib yaratmayacaq, mürəkkəb feillər də tərkib yaratmır frazemlər kimi. D variantında indi Mədinənin bacısının həyatdakı ən böyük arzusu oxumaq idi. Oxumaq idi nə? Mədinənin bacısının arzusu. Baxın, 3-cü növün tərkibində gedəcək. Nə vaxt, nə zaman, indi o da zərflik olmuş olur. Ona görə D də olmayacaq. Aləmşah bəyimin yeganə çıxış yolu uşaqlarını buradan uzaqlaşdırmaq idi. Baxın, uşaqlarını buradan uzaqlaşdırmaq idi. Nə? Aləmşah bəyimin yeganə çıxış yolu. Bu qaydada maqməkində var, olacaq məsdər tərkibi. 33-cü suala baxaq. Nümunədə üzərində rəqəm yazılmış sözlərin fonetik xüsusiyyətinə əsasən uyğunluğu müəyyən edin. Deməli, yazılış ilə deyiliş fərqlənməsin, səs hərf sayı bərabər deyil, tərkibində kar samit işlənməmişdir. Ada sənət tariximizin, baxın, sənət heç nə dəyişməyəcək.
Deməli, yazışı deyilişi fərqlənmir. Bu biri bura yaza bilərik. Ən parlaq səhifələrində q nəyə keçəcək tələffüzdə? X-ya. Çünki özündən sonra gələn söz nədir? Samitlə başlayıb. Səhifələrində, burada da tələffüzdə heç nə dəyişməyəcək. Səhifələrində yer alan böyük çığısı y-ya keçəcək. Çünki özündən sonra gələn söz sait ilə başlayıb. Böyük əməlləri olan şəxsiyyətlərdən burada isə y-nın biri düşmüş olacaq. Biri də Ələsgər Ələkbərovdur. Baxaq indi. Yazılışı ilə deyilişi fərqlənmir. Biri bura yazdıq, üçü də bura yazacağıq. Sonra böyük. Səs və hərfin sayı bərabər deyil. Bura şəxsiyyət. Bunu 5-i yazacağıq bura. Tərkibində çar samit işlənməmişdir. Parlaqda çarlar var, bu olmayacaq. Ümumiyyətcə heç birinə getmir. Üçüncüdə nə deyir? Tərkibində çar samit işlənməmişdir. 4-ü də yazacağıq bura. Deməli, elə 2-ni çıxsaz, baxın, 2-ni variantlardan çıxanda cavab qalmış olur nə? C variantı. 34-də baxaq. Xəbəri icbar növdə olan hansı cümlələrin tərkibində hərəkətin subyekti, obyekti yoxdur? Baxın, 2 şərtə baxacağıq. İcbar növdə olan xəbər, sonra isə subyekt, obyekt məsələsinə. Həmişə həvəslə yazdırırlar. İlk öncə gəlin icbarları tapaq, sonra növbətiyə keçid edək. Həmişə həvəslə yazdırırlar. Burada icbardır. Əlbəttə, yenə vaxtında dəyişdirməlisiniz. Dəyişdirmək burada icbar növdə deyil. Ona görə olmayacaq bu. Dünən yazdırdıqlarımız qovluqdadır. Burada da yenə olmayacaq. Qovluqdadır. Bu nədir? İsmi xəbərdir. Səhərə kimi kəndə daşıtmalıdırlar. Burada icbar növdədir daşıtmaq. Yeni layihələri mütəxəssislərə hazırladın. Buradadır. Deməli 1, 4, 5 icbardır. İndi görək bunlardan hansında hərəkətin subyekt və obyekti yoxdur. Baxın, həmişə həvəslə yazdırırlar. Yazdıran kimdir? Nə yazdırır? Yəni obyekt də, subyekt də burada yoxdur. Ona görə biri götürəcəyik. Səhərə kimi kəndə daşıtmalıdırlar. Kim daşıtmalıdır? Nəyi daşıtmalıdırlar? Bu da yoxdur. Amma yeni layihələri mütəxəssislərə hazırladın. Və hazırladın icbar. Mütəxəssis, subyekt var da burada. Ona görə 5-i götürməyəcək. Doğru cavabımız 1, 4 olmuş olacaq. 35. Gedib xaricdə təhsilini artırar cümləsində nöqtələrin yerinə hansı cümlələr yazılsa mürəkkəb cümlə alınar. Deməli, mürəkkəb cümlədə necə idi? Hər bir tərəfin ayrılıqda mübtədası xəbəri olmalıdır, qrammatik əsas olmalıdır. İndi gəlin bir-bir qoyub yoxlayaq. Gedib xaricdə təhsilini artırar. Gəlin bunun əvvəlinə bir o artıraq, şəxs əvəzi. O gedib xaricdə təhsilini artırar, qayıdıb vətənində. O qayıdıb vətənində işləyər. Burada yəni mürəkkəb cümlə alınmır. Çünki hər iki xəbər o mübtədasına aiddir. Ona görə biri götürməyəcəyik. O gedib xaricdə təhsilini artırar, atası arzusuna çatar. Baxın, atasını gətirib mən bura qoysam, olur nə? Mübtəda. Ona görə mən 2-ni götürə bilərəm. Deməli, bir 2. Sonra o gedib xaricdə təhsilini artırar, elə orada iş tapıb işləyər. Görürsünüz, 2 xəbər bir mübtədaya aiddir. Ona görə 3-də olmayacaq. O gedib xaricdə təhsilini artırar, biliyi xalqına gərəkli olar. Gərəkli olar, nə? Biliyi. Görürsünüz, ikinci tərəfin mübtədası artıq ayrı olmuş olur deyə 4-ü də buradan götürəcəyik. O gedib xaricdə təhsilini artırar savadı ilə. O savadı ilə hamını tərcübləndirər. Ona görə bu da olmuş olmayacaq. Doğru cavabımız 2, 4 Y variantı. Sonra baxaq 36-ya. 36-da cümlədə buraxılmış durğu işarələrinin düzgün işlənmə, baxın, ardıcıllığını istəyir sizdən. Ordu, qaçqınlar, əsirlər, bir sözlə hər kəs bir-birinə dəyib. Bir sözlə ümumiləşdirici söz olanda demişdik durğu işarəsi necə olacaq? Tire,
vergül. İndi baxaq. Ordu, vergül, qaçqınlar, vergül, əsirlər bir sözlə hər kəs. Baxın, bir söz var, burada tire, burada da vergül. Bunu konkret qaydaydı, rahat sualdır. Deməli, vergülle başlayırıqsa bu da gedir, bu da gedir. Aha, vergül, vergül, tire, vergül. Baxın, Y variantı ardıcıllıqla belə getməlidir. Doğru cavabımız Y. Keçdik növbətiyə. 37. Frazeoloji birləşməni müəyyən edin. Rahat sualdır bu da. Qapıdan çıxmaq həqiqi mənalıdır. Beşiyi yırğalamaq həqiqi mənadır. Kömək etməklə yaxşılıq etmək mürəkkəb feildir. Qalır özündən çıxmaq. Frazeoloji birləşmə mənası nədir? Yəni əsəbiləşmək. 38. Fələk ömrümüzə saldı ayrılıq. Getdin gözəl, çox gözlədim, gəlmədin. Uyğun fikirləri istəyir bizdən. Doğrudan doğru, yanlışdan yanlış seçməliyik. Baxaq indi. Fiillər eyni zamanda, eyni şəkildə işlənmişdir. Fələk ömrümüzə saldı ayrılıq. Baxın, saldı, keçmiş zamanda. Getdin, keçmiş zamanda. Gözlədim, keçmiş zamanda. Gəlmədin. Hər biri, bax, hamısı eyni zamandadır. Zaman şəkilçisi də varsa, demişik xəbər şəklində olacaq. Deməli, 1 doğrudur. 2 də hal şəkilçisinin tələbi ilə söz kökündəki sait düşmüş isim tamamlıq vəzifəsindədir. Söz burada deməli ömür sözüdür. Baxın, ömür. Ancaq burada hal şəkilçisinin tələbi yox, mənsubiyyətə görə düşüb. Ona görə 2 yanlışdır. Müraciət bildirən söz isimləşmiş nitq hissəsi ilə ifadə olunmuşdur. Getdin gözəl. Bax, gözəl burada müraciət bildirən sözdür, isimləşmiş nitq hissəsidir. Sifətdir, ancaq burada isimləşib. Ona görə 3'ü doğru götürəcəyik. Yanlışdan yanlışı seçək. Quruluşca düzəltmə olan feil əmr şəklində birinci şəxsin təkindədir. Biz dedik ki, feillər hamısı xəbər şəklindədir. Düzəltmə var. Quruluşca düzəltməmiz var. Gözləmək. Amma burada əmr yox, xəbər şəklindədir. Ona görə 4'ü də götürəcəyik. 1, 3, 4 bizim cavabımız. 5, 6'ya da baxaq. Kəmiyyət zərfi zərflik vəzifəsindədir. Və çox gözləmək. Nə qədər çox doğrudur. İsmin eyni halında olan sözlərdən biri mübtəda vəzifəsində çıxış etmişdir. Burada fələk sözü mübtəda vəzifəsində çıxış edir. Doğru cavabımız D variantı. 39. Verilmiş deməli cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Baxaq. Onlarla həll olunmamış məsələyə bircə baxış keçirilsə də yenə də bir neçə işi yekunlaşdırmaq mümkün olmadı. Gəlin birbaş cədvəldəki şərtlərə baxaq. Nümunələrin hər ikisinə aiddir. Nümunələrdən yalnız birinə aiddir. Ümumiyyətcə bu suallardan bir dənə bax, bu 39 bu yəni buraxılış sualına uyğun deyil. Daha çox blok, yəni 3-cü qruplar üçün rahat ola bilər, amma blok daha çox yəni blok sualına uyğundur. Çünki vaxt aparan, bu tip vaxt aparan suallar buraxılış imtahanına salınması düzgün deyil. Baxaq indi birinciyə. Deyir, kökü homonim olan saydan yaranmış söz işlənmişdir. Kökü homonim olsun, saydan yaranan söz. Onlarla həll olunmamış məsələyə bircə baxış keçirilsə. Bax, bircə. Kök homonimdir. Bizə lazımdır ki, hər ikisinə aid olsun. Bunu var. Onlarca insanın gözü qabağında baş verən bu hadisə bir çox qəzetlərdə. Burada da on var, kök saydır. Ancaq homonim deyil. Ona görə biri götürməyəcəyik. Birinə aiddir. Birləri çıx. Sonra 2'yə baxaq. Fiili birləşmənin asılı tərəfində olan say var. Fiili birləşmənin asılı tərəfində. Bax, onlarla həll olunmamış məsələ. Həll olunmamış məsələ.
Burada deməli fe'li birləşmənin asıl tərəfində say var. Onlarca insanın gözü qabağında baş verən hadisə. Nə hadisə? Hansı hadisə? Onlarca insanın gözü qabağında baş verən. Burada da doğrudur. İçini götürəcəyik. 3-də nə deyir? Rəqəmlə yazıla bilməyən say işlənmişdir. Rəqəmlə yazıla bilməyən deməli onlarla. Sonra elə burada da onlarca. Yəni bir çoxun özü də. Yəni burada hər ikisində rəqəmlə yazıla bilməyən say işlənibdir. 2, 3. Yalnız nümunələrin yalnız birinə aiddir. Neçə say işləndiyini dəqiq müəyyən etmək mümkün deyil. Yalnız birinə aiddir. Burada baxın, birincidə onlarla həll olunmamış məsələ. Onlarla yüzlərlə deyəndə say kimi düşünəcəksiniz. Bir də bunu əvəzlik kimi düşünə bilərsiniz. Ona görə burada yəni neçə say işləndiyini dəqiq demək mümkün deyil. Ona görə 4'ü də götürəcək. Yalnız birinə aiddir. 5'də nə deyir? Təyin vəzifəsində olan qeyri-müəyyən miqdar sayı tamamlığı izah edir. Baxaq, təyin vəzifəsində olan qeyri-müəyyən miqdar say. Onlarla həll olunmamış məsələyə bircə baxış keçirilsə, yenə də bir neçə işi yekunlaşdırmaq mümkün olmadı. Bir çox qəzetlərdə, baxın dəfələrlə nə etmişdi? İşıqlandırılmışdı. Nədə? Qəzetlərdə. Hansı qəzetlər? Bir çox. Görürsünüz, bax, burada saydı, qəzetlərdə tamamlığını izah edir. Ona görə 5'i də götürəcək. Birincidə belə hal yoxdur. 2, 3, 4, 5. 6'da nə deyir? Sayla aid olduğu isim arasında numarativ sözdən istifadə edilməmişdir. Bu hər ikisində numarativdən istifadə edilməyib ümumiyyətcə. Ona görə 6 ikisinə aid olmuş fikir olacaq. Doğru cavab D variantı. Sonra 40-cı suala baxaq. Dünənki yarışın qalibi Səlim nə isə söyləyərək otaqdan çıxdı. Doğrunu istəyir. Fe'li birləşmənin işləndiyini əminliklə söyləmək olmaz. Baxaq. Nə etdi? Otaqdan çıxdı. Kim? Səlim. Hansı Səlim? Dünənki yarışın qalibi. Necə nətər çıxdı? Nə isə söyləyərək. Burada fe'li birləşmənin işləndiyini əminliklə söyləmək olmaz. Olar olacaq. Çünki baxın. Fe'li birləşmədir. 1 gedir. Tünd qara hərflərlə verilmiş söz sintaktik əlaqədə yalnız əsas tərəfdir. Bəli, Səlim otaqdan çıxdı. Əsas tərəf olmuş olacaq. 2'ni götürürük. Çıxışlı hal şəkilcili söz tabellik əlaqəsində asılı tərəfdir. Çıxışlı hal şəkilcili söz. Baxın, otaqdan çıxdı. Tabellik əlaqəsində asılı tərəfdir. Ona görə 3'ü də götürürük. 4'də nə deyir? Haqqında danışılan cümlədən çıxarılarsa, yəni bax bu Səlim cümlədən çıxsa, ismi birləşmə, uzlaşma əlaqəsində əsas tərəf olar. Cümləmiz olacaq belə. Dünənki yarışın qalibi nə isə söyləyərək otaqdan çıxdı. Nə etdi? Otaqdan çıxdı. Kim? Dünənki yarışın qalibi. Belə olanda bax bunun özü mübtəda olmuş olur. Uzlaşma əlaqəsində də əsas tərəf olacaq. Uzlaşmada necə idi digərlərindən fərqli olaraq? Birinci əsas, ikinci asılı. Ona görə 4'də doğru olacaq. Xəbər tamamlıq və zərfliklə sintaktik əlaqədədir. Heç cümləmizdə tamamlıq yoxdur. Ona görə 5 yanlışdır. Doğru cavabımız D variantı olmuş olacaq. Bugünkü izahımız bu qədər. Ümid edirəm ki, sualların izahı sizə faydalı oldu. Əgər videonu bəyəndinizsə, like düyməsini vurmağı və kanala abunə olmağı unutmayın. Növbəti dərslərdə görüşənədək hər birinizə uğurlar.